Quba-Xınalıq yolunda çətin anlar müşahidə edilib, partlayış olub, amma itki falan yoxdur. Partlayışa səbəb isə, yaxşısı budur, səbəbi bölgə müxbirimiz Aytəkin Alxaslı'nın materialından öyrənək. Partlayış üçün hazırlıq işləri Quba-Xınalıq yolunun 54-cü kilometrliyində aparılır. Məqsəd yolun bu hissəsində sel sularının dağıtdığı ərazilərdə yolun genişlənməsini təmin etməkdir. Partlayışla bağlı qazma işlərini Nəqliyyat Nazirliyinin 67 saylı yol istismar idarəsinin işçiləri aparır. Partlayıcı maddələr də moş şeşevi, patron 90 mm, şeşevi tozdur, qramon 79-21'dir. Onlardan istifadə edib yolun daralmış hissələrini, quyuları qazıb onların vasitəsilə partladır. Nəhayət hazırlıq işləri başa çatdı və Xınalıq yolunda partlayışa start verildi. Qubadakı 6 saylı yol istismar idarəsinin əməkdaşları da işə cəlb olunublar. Biz 6 saylı yol istismar idarəsinin işçiləri isə həmin partlayışdan sonra asfalt örtünün üstünə tökülən torpaq və daş uçunlarının təmizlənməsinə məşğul olacaq. 57 kilometr uzunluğu olan Quba-Xınalıq yolunda nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin etmək üçün yolun sel sularından ziyan çəkən daha bir neçə hissəsində də partlayış olunaraq genişləndirmə işləri həyata keçiriləcək.